Salam əziz abituriyentlər, bugün biz Azərbaycan dilindən toplu 2025-11 illikdən köməkçi hissələr ümumi məsələlərdə test izahlarına baxacağıq. Nümunədə hansı köməkçi hissələrinin işləndiyini müəyyənləşdirin. Nə olar hər şeyi deyə bilmirəm, deyəsən bunları həyat deyəcək. Ah təki sən sağ ol bu soyuq tali, məndən istəsə bir can istəyəcək. Baxırıq ki, burada deyəsən güman şübhə bildirən modal sözdür. Ah nidadır, təki isə arzu ədatıdır. Deməli, modal söz, nida, ədat, A variantı. İkinci testə baxırıq. Nə bu dərd gərəkdir uşaqlar üçün, nə də aramızda bu narazılıq. Biz dərdin, kədərin özündən belə onlara səadət yaratmalıyıq. Burada birinci misradakı nə və ikinci misradakı nə də inkarlıq bağlayıcısıdır. Birinci misradakı üçün qoşmadır. Kədərin özündən belə bu isə olacaq ədat. Bağlayıcı, qoşma, ədat A variantı. Hansı cümlədə köməkçi hissəsi işlənməmişdir? Ey vidadi, gərdişi dövrani kəc rəftara bax. Burada ey nidadır. B variantında aha sınayırdım idrakınızı, aha nidadır. Səndən doymaq olarmı? Ədatdır. Həyat sənlə şirinsən, nə ədatdır. Mən də sizin kimi qərib üzaram də iştirak bağlayıcısıdır. Y variantında isə boyun sürahidir, bədənin bölünür. Burada isə köməkçi hissəsi yoxdur. Demək variantımız Y variantı. 4-ə baxırıq. Hansı cümlədə həm ədat, həm də modal söz işlənmişdir? Atalar demişdir ki, aydınlaşdırma bağlayıcısı hirsli başlı ağıl olmaz. Demək A variantında yoxdur. B variantı. Deyəsən, güman şübhə bildirən modal söz bu işin öhdəsindən ancaq sən gələ bilərsən. Məhdudlaşdırıcı ədat. Demək variantımız B variantıdır. Nəhayət qatar vağzala çatdı. Nəhayət nəticə ümumiləşdirmə bildirən modal sözdür. Dağın ətəyindəki bina ehtimal ki, güman şübhə bildirən modal sözdür, amma ədat yoxdur. Kaş sizin dedikləriniz həqiqətə çevrilə. Burada kaş arzı ədatıdır, amma modal söz yoxdur. Bu səbəbdən də variantımız olacaq B variantı. 5-ə baxırıq. Hansı cümlədə həm ədat, həm modal söz işlənmişdir? Zaman dəyişir. Hər şey inkişafdadır. Həmçinin iştirak bağlayıcısıdır. İnsan zəkası da iştirak bağlayıcısıdır. Və A variantı deyil. Saat 1-də biz də iştirak bağlayıcısıdır. D. Toplanışda olmalıyıqmı? M. Sual ədatıdır. C variantına baxaq. Uşaqlar, bəlkə bu məsələyə daha qayıtmayaq. Bəlkə güman şübhə bildirən modal sözdür, daha qüvvətləndirici ədatdır. Deməli variantımız C variantıdır. Gərək bu işi ustalara tapşıraq. Burada gərək arzu ədatıdır, amma modal sözü yoxdur. Y variantında deyəsən bizi də gözləyirlər. Deyəsən güman şübhə bildirən modal sözdür. Bizi də gözləyirlər. Burada də iştirak bağlayıcısıdır, yəni ədat yoxdur. Deməli variantımız olacaq Y variantı. Hansı cümlədə 3 köməkçi nitq hissəsi işlənmişdir? A variantı. Ay bala, məgər sən də uşaqsan? Ay nidadır. Məgər sual ədatıdır. Sən də bağlayıcıdır. Deməli nida, ədat və bağlayıcı variantımız A variantıdır. Axı mən nə etmişəm ki? Axı qüvvətləndirici ədatdır. Nə sual əvəzidir ki, sual ədatıdır. Demək olar ki, hamı bura yığışmışdı. Ki bağlayıcıdır. Məgər Mehdi də dərsdən gəldi? Məgər sual ədatıdır? D. İştirak bağlayıcısıdır. Y variantında stolun üstündəkilər də məncə zarundur. D. İştirak bağlayıcısıdır. Məncə fikrin mənbəyini bildirən modal sözdür. Bu səbəbdən variantımız bu test üçün olacaq A variantı. Biri sözə bitişik və ayrı yazılmasına asılı olmayaraq ahang qanuna tabi olan köməkçi nitq hissəsidir. Sana 2 variantlıdır və həmişə bitişik yazılır və ayrı yazıla bilmir. İlə həm bitişik, həm ayrı yazılır. Amma la formasında olur. Tək həmişə bitişik yazılır, tək həmişə bitişik yazılacaq.
Gəldik M sual ədatına. Variantımız M sual ədatıdır. Çünki 4 cür yazılır. Məsələn, sən mi gəldin? Sən mi gəldin deyəndə mi versiyasını işlətdik. Bu uzundurmu? Mu versiyasını işlətdik. O üzümdürmü? Mü versiyasını işlətdik. Taxta da qalındırmı? Bu zaman biz bunun M versiyasını işlətdik. Yəni nəticədə bitişik və ayrı yazılmasına asılı olmayaraq ahang qanununa tabe olan köməkçinin ilk hissəsi 4 cür yazılan M ədatıdır. Nümunədə əsas ilk hissələrinə aid olmayan sözlərin işləmə ardıcılığını müəyyən edin. Yəni bizdən nə soruşur? Köməkçinin ilk hissələrini. Firəngiz, o burada nidadır. Nərgiz, xatırlayıram. 13 il bundan əvvəl qoşmadır. Həmin bu yerdən onu əvvəl və bağlayıcıdır. İndi oynayacağı rolda görmüşəm. Deməli, biz bu testdə nə gördük? Nida, qoşma və bağlayıcı. Nəticədə nida, qoşma və bağlayıcı. Y variantı. İstəyirdim ki, günahıma görə məni danlasın, lakin o inadla susur və bu məni qorxudurdu. İstəyirdim ki, bağlayıcıdır, ayrılaşdırma bağlayıcısı. Günahıma görə səbəb istinad bildirən qoşmadır, məni danlasın, lakin qarşılaşdırma bağlayıcısıdır. O inadla susur, burada zərfcədən leksik şəkilçidir və birləşdirmə bağlayıcısıdır. Bu məni qorxudurdu. Deməli, nəticədə gördük biz bağlayıcı, qoşma, bağlayıcı və bağlayıcı C variantı. Ona baxırıq. O bu sözləri bir nəfəsə deyib düşündü ki, görəsən bu hərəkəti ilə qızı təşvişə salmadı ki, cümləsindəki köməkçi hissələrin işləmə ardıcılığını müəyyən edin. Düşündü ki, yadımızda qalsın ki, kinin sağına da baxırıq, soluna da baxırıq. Hər iki tərəfində cümlə varsa, deməli ki, aydınlaşdırma bağlayıcısıdır. Görəsən, güman şübhə bildirən modal sözdür. Bu hərəkəti ilə qoşmadır. Qızı təşvişə salmadı ki, qüvvətləndirici ədatdır. Nəticədə bağlayıcı modal söz, qoşma, ədat, Y variantı. 11-ə baxırıq. Ağılla fərasət oldu, şübhəsiz qələbə də olacaq, sevinç də. Əgər biz lanın və nə əvəz edə biliriksə, ağıl və fərasət oldu deyə biliriksə, deməli bu bağlayıcıdır. Şübhəsiz burada olacaq təsdiq əminlik bildirən modal söz. Qələbə də iştirak bağlayıcısı, sevinç də iştirak bağlayıcısı. Və nəticədə götürəcək bağlayıcı, modal söz, bağlayıcı, Y variantı. 12-yə baxırıq. Köməkçinin hissələrinin işlənmə ardıcılığını müəyyən edin. Yaxşı, qoca, mən artıq əl çəkirəm ölüm hökmündən. Ancaq kəsəcəyəm yazan əlini. Yaxşı modal sözdür. Artıq əl çəkirəm ölüm hökmündən. Artıq qüvvətləndirici ədatdır. Artıq ölüm hökmündən əl çəkirəm, ancaq yazın əlini kəsəcəyim. Bu da olacaq qarşılaşdırma bağlayıcısı. Nəhayətdə modal söz, ədat və bağlayıcı. Götürəcək A variantı. Altından xətt çəkilmiş sözlərdə la nədir? İşləmə ardıcılığı ilə müəyyən edin. Həyətimdə səfalı bir bağ salacağam mən, yurdumda bir misilsiz bağban olacağam mən. Çiçəklərlə, quşlarla dolacaq bağım mənim, daşacaqlar həyatla əlvan otağım mənim. Deməli, baxırıq ki, birinci la və ikinci la nədir? Yadımızda qalsın ki, əgər qoşmalla həmci sözləri birləşdiribsə, yəni mənim bağım çiçəklərlə, quşlarla dolacaq.
Dolacaq nə mənim bağım, nə ilə çiçəklərlə, nə ilə quşlarla. Həmcins tamamlıqları bağlayan qoşmanı biz birləşdirmə bağlayıcısı ilə səhv salmamalıyıq. Yəni onu və ilə əvəz edib deyə bilməzsiniz ki, çiçəklər və quşlarla. Çünki bu həmcins tamamlıqdır. Nəticədə bu səbəbdən də həmcins tamamlıqlarla işlənən çiçəklərlə, quşlarla bu olacaq qoşma. Daşacaqlar həyatla, bu da olacaq yenə də qoşma. Nəticədə birgəlik qoşması və yenə də birgəlik qoşması variant A. Sənin oğlun Fərman qoçaq oğlandır. Ancaq onun bikar və avara gəzməyi doğrusu mənə toxunur. Burada ancaq qarşılaşdırma bağlayıcısıdır. Bikar və birləşdirmə bağlayıcısıdır. Doğrusu təsdiq əminlik bildirən modal sözdür. Nəticədə bağlayıcı modal söz. D variantı. 15-ə baxırıq. Hansı cümlədə düz sözü laf ədasının sinonimidir? Deməli, aparıb bir yerinə qoymalıyıq variantlarda. İlkin düz danışmağı xoşlardı. Necə danışmağı, nə cür danışmağı xoşlardı? Düz danışmağı. Burada düz fiilə aid olduğu üçün, təsriflənməyən fiilə aid olduğu üçün zərfdir. Düz əyrini kəsər. Yəni, düz söz əyri sözü kəsər. Düz burada isimləşmiş sifətdir. Doğru sözə düz ilqara aşiqəm. Necə ilqara? Düz ilqara. Burada da sifətdir. Çeviri düz xət vasitəsi. Necə xət vasitəsi? Düz xət vasitəsilə. Burada da sifətdir. Əli deyəsən gəlib, lap bizim gözlədiyimiz mətləbin üstünə çıxmışdı. Bura lapı əlavə edə bildiyimizə görə Y variantında düz sözü lap ədatının sinonimidir. 16-ya baxırıq. Verilmiş cümlələrdə köməkçi inksələrin işləmə ardıcıllığını müəyyənləşdirin. Ey məhəbbətdə sabit qədəm olan, məhəbbətdən başqa yolla getmə. Mənim ürəyimin mərhəmi və sirri yalnız məhəbbətdir. Deməli, burada ey olacaq nida, məhəbbətdən başqa olacaq qoşma, yolla olacaq qoşma, mənim ürəyimin mərhəmi və bağlayıcı, yalnız məhəbbətdir məhdudlaşdırıcı ədad. Nəticədə götürəcək nida, qoşma, bağlayıcı və ədad. Yəni D variantı. 17-yə baxırıq. Hansı nümunənin sonundakı köməkçi inksəsi əsasında durğu işarəsi asanlıqla bərpa oluna bilər? Deməli, durğu işarəsini asanlıqla bərpa etmək üçün mütləq biz sual ədatları fikirləşməliyik və bunu da sonda işlənməlidir ki, şərti ödəsin. Gənclərmi bu barədə düşünməlidirlər? Düzdür, bunun sonunda sual cümləsi istifadə edirik. Çünki sual ədatı işlənib. Amma şərtdə bizdə nümunənin sonu istədiyi üçün A variantını götürmədik. Bizə tapşırılıb ki, quyunun lap dərinliyinə enək də, yəni buradakı ki ümumiyyətlə bağlayıcıdır və bunun əsasında da durğu işarəsini biz asanlıqla bərpa edə bilmərik. Ola bilər ki, biz bunun qarşısına nöqtə qoya bilək, ola bilər ki, biz bu cümlənin qarşısına 3 nöqtə qoya bilək, yəni asanlıqla bərpa edə bilmirik. Geri deyir ki, yuxarılarda da sənin kimi düşünənlərin sayı az deyil hətta. Burada da həddiyə əsasən yenə müəyyənləşdirə bilmərik. Çünki gah nöqtə qoya bilərik, 3 nöqtə qoya bilərik. Bu da düz gəlmir. Bütün baş verən hadisələrə münasibətini bildirmədim, bəs sual ədatıdır. Məcbur şəkildə cümlənin sonunda biz sual işarəsi qoymalıyıq və nümunənin sonunda da ədat olduğu üçün variantımız D-dir. O bu işdə ancaq özünü günahkar hesab edir. Təkcə özünə danlayırdı axı. Axı qüvvətləndirici ədatdır. Biz bu cümləyə əsasən intonasiyası olaraq nöqtə, 3 nöqtə, sual nida istifadə edə bilərik deyə götürmürük. Variantımız olacaq D variantı. 18-ci testə baxırıq. Nöqtələrin yerinə ardıcı olaraq artırıla bilən köməkçi inksələrini müəyyən edin. Dünyanın müxtəlif xalqlarının mədəniyyətləri arasında fərqlər olduğu kimi, bədii ədəbiyyatlarda da müxtəliflik var. Bu hal əsasən milli xüsusiyyətlərlə bağlıdır. Deməli, kimi olacaq qoşma, da olacaq bağlayıcı, əsasən də olacaq modal söz.
19. Nümunədəki köməkçi hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Həmçinin o publisistik əsərlər qiymətli sayılır ki, onlar həqiqətən həyatın canlı qaynaqlarından doğan problemləri daha geniş əks etdirir. Deməli, həmçinin olacaq iştirak bağlayıcısı, ki, olacaq aydınlaşdırma bağlayıcısı, həqiqətən olacaq təsdiq bildirən modal söz, daha olacaq qüvvətləndirici ədad. Nəticədə variantımız olacaq bağlayıcı, modal söz, ədat C variantı. 20-yə baxırıq. Köməkçi hissələri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Ədad aid olduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Bu yanlışdır, çünki bu fikir aiddir qoşmaya. Yalnız qrammatik mənniyə malikdir, bu doğrudur. Modal sözlərin əsas vəzifəsi cümlədəki mənanı qüvvətləndirməkdir. Bu fikir aiddir ədata. Bir sıra köməkçi hissələrində amonimlik özünü göstərir deyirsə, bu doğrudur. Ki, bağlayıcı yalnız tabeli mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır, bu da doğru. Deməli, doğru variantımız olacaq 2, 4, 5 A variantı. 21-ə baxırıq. Nümunədə hansı köməkçi hissələri işlənmişdir? Sən də sağ ol, qoca çoban, vaxt ötür daha. Az mı qalır, çox mu qalır görən sabaha? Sən də sağ ol, burada bağlayıcı. Vaxt ötür daha ədad. Az mı ədad, sual ədatı, çox mu sual ədatı. Görən, güman, şübhə bildirən modal söz götürəcək. Deməli, nəticədə bağlayıcı, ədad, modal söz. 22-yə baxırıq. Köməkçi hissələrinə aid düzgün fikirləri müəyyənləşdirin deyirsə, bütün köməkçi hissələri cümlə üzərindən vergü ilə ayrılır. Bu yanlışdır. Bu ifadəni biz şamil edirik nida və modal sözə. Bu yanlışdır. Bir qismi söz cümlə ola bilir. Biz bilirik ki, nida, ədad və modal söz. Biz bunları söz cümlə kimi işlədə bilərik. Leksik məna daşıyır. Bu tamamilə yanlışdır. Qoşmalar digər köməkçi hissələri ilə sinonimlik yarada bilər. Siz bilirsiniz ki, sinonim anlayışa başda sinonim yalnız eyni hissəsinə aid olmalıdır. Bu səhvdir. Bəziləri əsas hissəsi ilə amonimlik yaradır deyirsə, bu isə doğrudur. Məsələn, tutaq ki, desək ki, sənin tək çalışıram, burada qoşma, tək sənə inanıram əda, o tək yaşayırdı, olacaq zərf və yaxud tək əldən səs çıxmaz, olacaq sifət. Nəhayətdə əsas hissəsi amonimlik yarada bilər. Variant olacaq D variantı. Bir qismi söz cümlə kimi ola bilir deyirsə, bunu başa düşməsəz, söz cümlə üzvlənməyən cümlələrdir. Məsələn, məktəbə getmişdimmi? Şübhəsiz. Şübhəsiz burada söz cümlədə modal sözlə ifadə olunub. Məktəbə getmişdimmi? Bəli, ədatla ifadə olunan söz cümlədir. Desənsə, nedi ilə ifadə olunan söz cümlə olacaq. Verilmiş cümlələrlə bağlı doğru fikirləri müəyyən edin. Görünür qız evi biraz bundan qabaq silib süpürmüşdü. Cümlədə modal söz və qoşma işlənmişdir. Görünür güman şübhə bildirən modal sözdür. Biraz bundan qabaq zaman anlam bildirən qoşmadır. Deməli, bir doğrudur. O, özündə fərəhli bir yüngüllük və sevinç hiss etdi. Cümlədə ədad və bağlayıcı var. Fərəhli yüngüllük birinci nöqtənin söz birləşməsidir. Birinci nöqtənin söz birləşməsinin ortasına daxil ola bilən yeganə sözdə bir ədatıdır. Və sevinç hiss etdidə də və bağlayıcıdır, birləşdirmə bağlayıcısıdır. 2 də düzdür. Təzə çəkilmiş yol bəzən ilan kimi qıvrılaraq sərt qayaların arasından keçirir. Cümlədə məsafə mənası bildirən qoşma işlənib deyirsə, burada ilan kimi bənzətmə bildirən qoşmadır, məsafə deyil, yanlışdır. Elə bil ki, burada bahar təzə başlayırdı. Cümlədə modal söz və bağlayıcı var. Elə bil ki, güman şübhə bildirən. Elə bil ki, deməli, modal sözdür, 4 səhvdir. Sonra o öz gəlişinin əsas məqsədi haqqında danışdı. Sonra burada zərfdir. O öz gəlişinin əsas məqsədi haqqında ayrılı məzmun bildirən qoşma. Deməli, 5-də səhvdir. 1-2 doğrudur, variantımız B variantı. Verilmiş cümlələr arasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Bu müddətdə yalnız 4 dəfə kəndə anasının yanına gəlmişdi. Professor öz qapılarında, ata yurdunda da təzə salınmış bağça gördü. Deməli, cümlələrin yalnız birinə aid fikir istəyir, cümlələrin yalnız ikisinə aid fikir istəyir, cümlələrdən yalnız
ikisinə aid fikir istəyir. Heç bir cümləyə aid olmayan fikir. Deməli, baxırıq burada. Ədad işlənmişdir deyirsə, baxırıq ki, yalnız məhdudlaşdırıcı ədaddır. Yalnız ikinci cümlədə işlənib. Deməli, cümlələrdən yalnız birinə aiddir. Qoşma adı xalda olan ismə qoşulmuşdur deyirsə, saman adı xalda olan isimdir və la adı xalda olan ismə qoşulub. Bu doğrudur. Cümlələrdən yalnız ikisinə aid olan fikrə baxaq. Bağlayıcıdan istifadə olunmuşdur deyirsə, ata yurdunda da iştirak bağlayıcısıdır və də birləşdirmə bağlayıcısıdır. Bu da doğrudur. Ədad quruluşca sadədir. Bu müddətdə yalnız 4 dəfə yalnız məhdudlaşdırıcı ədaddır və quruluşca sadədir, amma cümlələrdən birinə aid olan fikirdir deyə yanlışdır. Heç bir cümləyə aid olmayan fikrə baxırıq. Bağlayıcı quruluşca sadədir və sadədir, da sadədir, yəni 5 olmalı idi ikinci sırada. 6-ya baxırıq. Bağlayıcı cümlə üzərinə əlaqələndirmişdir. Deməli, yoldan tez-tez taxıl və samanla dolu maşınlar. Hansı maşınlar? Taxıl və samanla dolu. Nəticədə söz birləşməsinin aslı tərəfin həmcinsi işlənib, yəni cümlə üzərini bağlamayıb. Sonuncu cümlədə də professor öz qapılarında, ata yurdunda da, burada da cümlə üzərini bir-birinə bağlamayıb, çünki əlavədə işlənib. Altını götürürük. Heç bir cümləyə aid olmayan fikir. Yəni bağlayıcı cümlə üzvlərini əlaqələndirmişdir, yanlış. Deməli 1 2 3 6 variantımız olacaq A variantı. (25-ci testə baxırıq. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyənləşdirin. Onun üzündə coşqun həyata qarşı biganə və kədərli bir ifadə var idi. Almurad baba ilan kimi nazik, lakin qapqara bulud parçasını göstərdi. Ortaq cəhdlərdir, ortaq cəhdləri deyil. Qoşma işlənmişdir, ortaq cəhdlərdir. Ona görə ki, burada yönlük alınan işlənən qoşma var. Burada da bənzətmə bildirən qoşma var. Bir doğrudur. Köməkçi hissələri quruluşca sadədir. Bu da doğrudur. Qoşma adı xalda olan ismə qoşulmuşdur. Həyata qarşı yönlük halda olan ismə qoşulub. İlan kimi adı xalda olan ismə qoşulub. Nəhayət 3 ortaq cəhət deyil. Ədad işlənmişdir deyirsə, birinci cümlədə biz qoşma, bağlayıcı və ədad görürük. İkinci cümlədə isə qoşma və bağlayıcı görürük. Yəni ədad görmədiyimiz üçün 4 ortaq cəhət deyil. Tərkibində bağlayıcı var deyirsə, bu hər iki cümlə üçün ortaq cəhətdir. Yəni ortaq cəhət sütunundan seçirik 1, 2-ni, ortaq cəhətləri deyil sütunundan isə seçirik 4-ü. Nəhayət variantımız olacaq A variantı. Verilmiş cümlə ilə bağlı uyğun fikirləri müəyyən edin. İkinci güllədən sonra ayı daha tərpənmədi, lakin biz onun yanına getməyə cəsarət etməyib obaya tərəf qaçdıq. Doğrudurun altından doğru cavabları, yanlışın altında yanlış cavabları seçəcəyik. Qoşmalar ismin eyni halında olan sözlərə qoşulmuşdur. Güllədən sonra çıxışıq alınan işlənib. Obaya tərəfdə yönlük alınan işlənib. Deməli, bir yanlışdır. Bağlayıcı mürəkkəb cümlənin komponentlərini əlaqələndirmişdir. İkinci güllədən sonra aid daha tərpənmədi, lakin biz onun yanına getməyə cəsarət etməyib obaya tərəf qaçdı. Qarşılaşdırma əlaqəli tabisi mürəkkəb cümlənin tərkib hissələrini bağladığı üçün bu fikir doğrudur. Yanlış cədvəlinə baxırıq indi. Qoşmalardan biri zaman, digəri isə istiqamət çaları yaratmışdır. İkinci güllədən sonra zamandır. Lakin biz onun yanına getməyə cəsarət etməyib, obaya tərəf də yön istiqamətdir. Bu da doğrudur. 4-ə baxırıq. Köməkçi hissələrindən yalnız qoşma və bağlayıcı işlənmişdir. Gördüyümüz kimi güllədən sonra qoşmadır, daha ədaddır, lakin bağlayıcıdır, tərəf isə qoşmadır. Deməli, burada ədadda olduğu üçün 4-də yanlışdır. Doğru cədvəlindən 2, yanlış cədvəlindən isə 4-ü seçirik. Variantımız olacaq B variantı. Cədvələ əsasən köməkçi hissələri ilə bağlı uyğun fikirləri müəyyən edin. Nümunə, fikir və hökm.
Birinciyə baxırıq. O fikirləşirdi ki, əgər canavarlar onların burada olduğundan duyuq düşsələr, əl çəkməyəcəklər. Tabelik bağlayıcıları işlənmişdir. 2 aydınlaşdırma bağlayıcısı, əgər şərt bağlayıcısı. Fikir doğru, hökm doğrudur. İkinciyə baxırıq. Ona görə də ətraf ərazilərin qoyun quzusu yaylağa köçünə qədər burada saxlanılır. Qoşma və quruluş üçün mürəkkəb tabellik bağlayıcısı işlənmişdir. Ona görə də mürəkkəb tabellik bağlayıcısı səbəb bağlayıcısıdır və köçənə qədər, qədər isə qoşmadır. Fikir doğru, hökm yanlışdır. Görəsən səhər işığı canavarların onlardan əl çəkməsinə kömək edəcəkdimi? Köməkçi hissələrinin yalnız güman şübhə bildirən modal sözü işlənmişdir. Bu yanlışdır. Çünki biz burada M sual ədatında görürük. Fikir yanlış, hökm yanlışdır. 3'ü götürdük, 1'i götürdük. Sultan dayının günəşdə yanmış mis rəngli üzündə yenə də xəfif bir təbəssüm göründü. Bağlayıcı və s. amonim olan ədat işlənmişdir. Deməli, bağlayıcı yenə də iştirak bağlayıcısıdır. Xəfif bir təbəssüm. Bir burada ədatdır və sayla amonimliyi var. Fikir doğrudur, hökm yanlışdır. Bu nədir? Deyəsən bununla qonağın başını aldatmaq istəyirsən. Modal söz, deyəsən güman şübhə bildirən modal sözdür və yəlik halında olan əvəziyə qoşulmuş, qoşma işlənmişdir deyirsən. Bununla, bunun yəlik halda olan əvəzidir və üzərindəki lada qoşmadır. Fikir doğru, hökm doğrudur. Deməli 5'i də götürürük və nəticədə variantımız 1, 3, 5 B variantı. 28'ə baxırıq. Nümunədə hansı köməkçi hissələri işlənmişdir? Ardıcılığı müəyyən edir. Az mıdır insanın məgər dərdsəri? Bu da bəşər üçün təzə təhlükə. Hazır fikirləri, düşüncələri başlara doldurub satdılar bəlkə. M sual ədatıdır. Məgər sual ədatıdır. Bu da bağlayıcıdır. Bəşər üçün qoşmadır. Başlara doldurub satdılar bəlkə isə modal sözü. Deməli variantımız olacaq. Ədat, bağlayıcı, qoşma, modal söz. Nəticədə B variantı. 29'a baxırıq. Nümunədə hansı köməkçi hissələri işlənmişdir? Qarşımda nə çəpər, nə də ki barı, mənim də ömrümə beləcə gəldin. Qəlbində bir çınqı ot saxla barı, bəlkə bir çırağı yandıra bildin. Deməli baxırıq. Nə bağlayıcı, nə də ki bağlayıcı, mənim də iştirak bağlayıcısı, beləcə, belə əvəziyin üzərinə artırılanca ədat, qəlbində bir çınqı ot saxla barı ədat, bəlkə də olacaq modal söz. Deməli, bağlayıcı, 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 ədat, modal söz variantdır. 30'a baxırıq. Nümunədəki əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcılığını müəyyənləşdirin. Deməli, biz köməkçi nitq hissəsi tapmalıyıq. Görəsən, güman şübhə bildirən modal sözdür. İndi də iştirak bağlayıcısıdır. Əvvəlki kimi qoşmadır. Bilərmi ədatdır. Nəticədə variantımız olacaq C variantı. Yəni, modal söz, bağlayıcı, qoşma və ədat. 31'ə baxırıq. Verilmiş cümlələrdə köməkçi hissələrinin işlənmə ardıcılığını müəyyən edin. Ən böyük tali, ən böyük bəla tali ilə razılaşa bilməməkdir. Ən qüvvətləndirici ədatdır. İlə isə qoşmadır. Sərlövhə kitabın yol göstərisi olduğu üçün qoşmadır. Onu elə yazmaq lazımdır ki, bağlayıcıdır. Deməli, ədat qoşma, qoşma bağlayıcı, variant B. 32'yə baxırıq. Fikirlərin hər üçünə uyğun gələn sözü müəyyən edin. Köməkçi hissəsi kimi cümlədə arzu mənası bildirir. İsim kimi işlənir və quruluşca sadədir. Götürəcək barı. Köməkçi hissəsi kimi barı o gələydi. Arzu ədatıdır. İsim kimi işlənir hasar anlamında. Barının hündürlüyü 2 metrdir.
və quruluşca sadədir. Demək, variantımız C variantı. 33-ə baxırıq. Nümunədə işlənmiş köməkçi hissələrin ardıcıllığını müəyyənləşdirin. Sən ki uşaq deyilsən, mən də sənin üçün uşaq deyiləm ki, mənim üstümə qışqırasan. Sən ki burada qüvvətləndirici ədatdır. Qüvvətləndirici ədatdır. Mən də bağlayıcı. Sənin üçün qoşma. Ki isə olacaq bağlayıcı. Nəhayət variantımız olacaq. Deməli, ədat, bağlayıcı, qoşma və modal söz B variantı. 34-ə baxırıq. Hansı cümlədə həm qoşma, həm bağlayıcı işlənmişdir? Çiçəklərlə bəzədilmiş otaq qonaqları valeh etdi. Çiçəklərlə qoşmadır. Duz və çörək bağlayıcıdır. Bu məsələdə zadəganlar və tacirlər bağlayıcıdır. Xalqla qoşmadır. Variant C. Atamla ərik ağacının altında oturmuşdum, qoşmadır. Qız qalasının hər mərtəbəsi daşdan hörülmüş tavanla qoşmadır. Demə variantımız olacaq C variantı. 35-ə baxırıq. Nümunədə əsas hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyənləşdirin. Həm də bağlayıcı, sən həmişə deməzdinmi sual ədatı, ki aydınlaşdırma bağlayıcısı, insan öz arzusuna qarşı, bu isə olacaq qoşma. Deməli, bağlayıcı, ədat, bağlayıcı və qoşma. Götürürük variant olaraq C variantı. 36-ya baxırıq. Köməkçi hissələrlə bağlı düzgün fikirləri müəyyənləşdirin. Bunun sual ədatı ayrıqda işlənə bilmir. Bu yanlışdır, çünki dadə bağlayıcısından sonra ayrı işlənir. Qoşmaların hamısı sözdən ayrı yazılır. Xeyr, evədək, sənin evədək, sənin tək bitişi yazılır. Tək hecalı bütün qoşmalar sözə bitişi yazılır, bir dənə xasdan başqa. Ədatlar öz aralarında sinonimlik yarada bilmir. Bu da yanlışdır. Məsələn, ən, lap, daha, çox, olduqca. Qoşmalar quruluşu yalnız sadə olur, doğrudur. Ha yerinə görə həm qüvvətləndirici, həm əmr ədatı kimi işlənə bilir, doğrudur. Çünki ha əmr şəklində işləndikdə əmr ədatı, digər hallarda isə qüvvətləndiricidir. Bu səbəbdən variantımız D variantı. 37-yə baxırıq. Səhv fikirləri müəyyənləşdirəcəyik. Sən danışdıqca sanki mən də Dağıstan igidlərini görürəm. Ah Banu, doğrusu səni bu qədər istədiyimi bilmirdim. Ardıcıl olaraq modal söz mən də bağlayıcı işlənib. Burada isə variantda ədat göstərdiyi üçün bir yanlışdır. Bənzətmə, müqayisə və güman şübhə bildirən modal söz işlənib. Bənzətmə, müqayisə bildirən modal söz işlənib. Amma bənzətmə, müqayisə bildirən modal sözü işlənsə də, güman şübhə bildirən modal sözü işlənməyib. Çünki burada təsdiq əminlik bildirən modal sözü səhvdir. Xitabdan əvvəl işlənən A həm çağırış, həm də təəccüb bildirən nidadır. A çağırış nidası deyil, bu da yanlışdır. Nümunədəki qoşma adı xallı sözlə işlənir, bu doğrudur. İkinci cümlədə köməkçi hissələrlə bağlı vergül işarəsi düzgün qoyulmuşdur. Bəli, nida əvvəldən gəlirsə, özündən sonra vergül, modal söz ortada gəlsə, hər iki tərəfindən vergül qoyulacaq. Bu da doğru. Deməli, yanlış cavab 1, 2, 3. 38-ə baxırıq. Nümunədəki köməkçi hissələrlə bağlı səhv fikirləri müəyyənləşdirin. Sədid xanım olsun ki, sərvətli deyil, ancaq gözəlliyi və rəhimdiliyi ilə şöhrət tapmışdır. Ardıcıl olaraq olsun ki, güman şübhə bildirən modal sözdür, ancaq bağlayıcıdır və bağlayıcıdır. Burada ədat verdiyi üçün bir yanlışdır. Nümunədəki modal söz bəlkə də sözünün sinonimdir, yəqinlik mənasını bildirir. Olsun ki, bəlkə də, amma yəqinlik bildirmir, güman şübhə bildirir, yanlışdır. Ancaq sözə amonimdir, düzdür. Amma nümunədə ədat kimi işlənib, bu yanlışdır. Çünki nümunədə bağlayıcı kimi işlənib, qarşılaşdırma bağlayıcısı. Özü ədatla amonimdir, 3 yanlışdır. Köməkçi hissələrindən ikisi amonimlik yaradır, ancaq və ilə amonimlik yarada bilir. Ancaq bağlayıcısının amonimi ədatdır. İlə qoşmasının amonimi isə bağlayıcıdır. Bu doğrudur. Cümlədə və birləşdirmə bağlayıcısı ilə qoşmadır. Bu da doğru. Demək, yanlış cavabımız 1, 2, 3.
39-a baxırıq. Cümlələrin birində 3 müxtəlif köməkçi indeksiyası işlənib deyirsən. Satqınlar və bağlayıcı çox vaxt qaçqınlar ilə qoşma birlikdə arxaya da keçə bilirlər bağlayıcı. Demək, 2 müxtəlif köməkçi indeksiyası var. Mirzalı sazla gələn qoşma oğluna işarə etdi ki, bağlayıcı 2 müxtəlif köməkçi indeksiyası var. Axı qüvvətlendirici ədat qardaşı ilə qoşmadır. Ədat və qoşma işlənib. Ürəyindən keçdi ki, bağlayıcı, anası və bağlayıcı, üçün qoşma 2 müxtəlif köməkçi indeksiyası var. Elə dəqiqləşdirici ədat, Gülgəzin əri Mirələm də bağlayıcı iştirak, deyəsən güman şübhə bildirən modal söz. Deməli, 3 müxtəlif köməkçi indeksiyası olduğu üçün variantımız olacaq Y variantı. 40-a baxırıq. Madam ki, bura qədər gəlmisən, gərək müsabiqənin iştirakçılarından olasan, hətta çıxış edəsən. Deməli, bizdən nümunədə işlənmişdir. Biz görürük burada madam ki, şərt bağlayıcısı. Bura qədər görürük məsafə bildirən qoşma. Gərək arzu ədatı. Müsabiqənin iştirakçılarından olasan, hətta bu da olacaq iştirak bağlayıcısı. Yəni 1, 3, 4, 5. 41-ə baxırıq. Hansı cümlədə həm nida, həm də ədat işlənib? Təzə pomidor neçəyədir? A kişi. Nida deyəlini səbətə atdı. Burada ədat yoxdur. Sarıköynək dedi. Ay xala, bu nidadır, bağlayıcı ki, bağlayıcıdır. Deməli, burada da ədat yoxdur. Oğlun da bu da bağlayıcıdır. Ay rəhmətliyin qızı nidadır. Barı bu yemiş qarpız vaxtı çayı az iç. Ay rəhmətliyin qızı barı arzu ədatıdır. 3-ü götürdük. Eşitdim ay dayı nidadır. Mənsiz ova çıxıbsan. Axı heç vaxt tək getməzdim. Bu da qüvvətlendirici ədatdır. 4-ü də götürdük. Deməli variantımız olacaq 3, 4. Hansı cümlələrdə həm nida, həm də ədat işlənib? A bəy, nida, sən də pis demirsən, ha. Bu da olacaq qüvvətlendirici ədat. 1-i götürdük. Nidadır, qumru da bağlayıcıdır, sənubər də bağlayıcıdır. 2-ni götürmədik. Gördünmü, atan mənim başıma nə oyun açdı? Yəni, hansı oyunu açdı anlamındadır. 4-ə baxırıq. Ay bala, nida, onun dərdini çəkməyin. Lap adamı tərcümə, bu da ədatdır. Bir də 4-ü götürür. Yəni, oldu 1, 4. 43-ə baxırıq. Nümunədə işlənmiş köməkçi indeksiyələri haqqında doğru fikirlərdir. Vətəni sevəcəkdir əhd ilə peyman kimi. Olmaram razı əgər cəhildə qalsa vətənim. Vətənim qalsa əgər cəhildə yansın bu tənim. Bizdən nə istəyir? Doğru fikirləri istəyir. Qoşma işlənmişdir deyirsə, vətəni sevəcəkdir əhd ilə peyman kimi. Qoşma işlənib doğrudur. Hiss, həyəcan, emosionallıq yaradan sözlər işlənmişdir. Nida görmədi. Birləşdirmə, ət və peyman kimi və şərt bağlayıcısından istifadə olunmuşdur. Əgər şərt bağlayıcısı bu da doğrudur. 3 də doğrudur. Mənanı qüvvətləndirən sözlər, yəni ədatı nəzərdə tutur. Burada isə biz ədat görmürük. Bu da yanlış. Deməli 1, 3. 44-ə baxırıq. Köməkçi indeksiyələri ilə bağlı doğru fikirlərdir. Söz yaradıcılığında iştirak edir. Köməkçi indeksiyələri əsasən söz yaradıcılığında iştirak etmir. İstisnalar var ki, həm dərd, həm fikir, həm söhbət, aidiyyat, məktəbə qədər və s. Amma biz bunları istisnalar qaydanı pozmadığı üçün söz yaradıcılığında iştirak edir ifadəsini yanlış götürürük. Yalnız qrammatik məna daşıyır, doğrudur. Homonim ola bilmir, yanlışdır. Sinonim ola bilir, doğrudur. Ayrılıqda cümlə üzvü yerində işlənir. Ümumiyyətlə, köməkçi indeksiyələri cümlə üzvü olmur. Yalnız qoşma özünün əvvəlki sözlə bir yerdə cümlə üzvü ola bilər. 2, 4. 45-ə baxırıq. Köməkçi indeksiyələri ilə bağlı səhvi soruşur. Qrammatik məna daşıyır, düzdür. Bəziləri bir-biri ilə homonim təşkil edir, düzdür. Məsələn, ki aydınlaşdırma bağlayıcısı, ki qüvvətlendirici ədat və sual ədatında var. Quruşca sadə düzəltmə mürəkkəb olur. Ümumiyyətlə, köməkçi indeksiyələri düzəltmə olmur, çünki lex çəkici qəbul etmir. Bu yanlışdır. Sinonim xüsusiyyətinə malik deyil. Ədatda ən lap daha
vesaire bu olacaq sinonim. Bu da yanlışdır. Söz yaradıcılığında iştirak etmir. Doğrudur. Demək götürəcəyik 3, 4. Altından xətt çəkilmiş hansı hissə cümlədən çıxarılsa məna dəyişikliyi baş verməz, lakin cümlənin emosionallığı azalır. Cümlənin emosionallığını artıranda ədatdır. Deməli bizdən istəyir ki, hansı cümlədən ədat çıxarılsa cümlənin emosionallığı azalar deyirsə, sənsiz güllər açarmı sual ədatı 1, dəvə qədər boyun olunca düyməcə ağın olsun. Bir canı qədən əvəz eləyə biliriksə bu qoşmadır. Səni ruhən sarsıdan duyğularını etiraf et feildir. Sana isə əmr ədatıdır. 3-ü götürdük. Gəncin xatirələrini qəlbində saxlanmışsan, bu nəqli keçmiş zaman. Bircə evin bacasından çıxan tüstü burada insan yaşadığından xəbər verirdi. Yalnız evin bacasından çıxan tüstü burada insan yaşadığından xəbər verirdi. Bu da ədatdır. Ona görə götürdük. 1, 3, 5. Köməkçi inqisələrinə aid düzgün fikirlərdir. Bəziləri əsas inqisəsi ilə amonimliyi təşkil edir. Bu doğrudur. Məsələn, tərəf isim kimi işlənə bilir, qoşma kimi işlənə bilir. Bir qismi söz cümlə kimi işlənə bilmir. Bu da doğrudur. Çünki söz cümlə kimi işlənən ədat, modal və nidadır. Qoşma bağlayıcı işlənmir. Qoşma və bağlayıcılar sadə və mürəkkəb olmaqla iki yerə bölünürlər. Qoşmalar yalnız sadə olurlar. Bu yanlışdır. Qrammatik məna daşıyırlar. Doğrudur. Qoşmalar müstəqil cümlə özü kimi çıxış edə bilir. Bu isə yanlışdır. Bizdən də doğrunu istədiyi üçün götürəcəyik 1, 2, 4. 48-ə baxırıq. Yalnız bir köməkçi inqisəsi kimi işlənən sözü göstərin. Ötürü yalnız qoşmadır. Yəni anlaşdırma bağlayıcısı və sual ədatıdır. Ancaq məhdudlaşdırıcı ədatdır. Qarşılaşdırma bağlayıcısıdır. Lap qüvvətləndirici ədatdır. Ca ədatda və qoşmada görürük. Bir köməkçinin ilk hissəsi kimi yalnız ədatdadır. Altın götürürük. Amonimliyin soruşmur. Bu bizi 6-cı bizi çaşdırmasın. Köməkçinin ilk hissəsi. Yəni birin amonimi saydı, bizdən də köməkçi istəyir. Bu səbəbdən də variantımız olacaq 1, 4, 6. 49-a baxırıq. Hansı cümlələrdə həm modal söz, həm ədat işlənib? Firuzənin ağlamağı mənə pis təsir elədi. Axı ədat, doğrudan da modal söz. Biri götürdük. Düzdür, modal söz. Qız yetər olanları danışdı, ancaq bağlayıcıdır. Yanlışdır. Əlbəttə, modal söz. O cür ki, siz deyirsiniz, uşaq necə başa düşsün? 2 ədatdır, 3-ü də götürdük. Düzü, modal sözü. Mən də iştirak bağlayıcıdır. 4-ü götürmədik. 1, 3. 50-yə baxırıq. Hansı cümlələrdə həm modal söz, həm də ədat işlənib? Əlbəttə, modal sözü təsdiq bildirən. Tamaşa etmək mənim də. Bu da iştirak bağlayıcısıdır. Bizə ədat istədiyi üçün götürmədik. Şübhəsiz ki, təsdiq bildirən modal sözdür. Atamın məzəmmətləri mənə ən qüvvətləndirici ədatdır. 2-ni götürdük. Doğrusu, təsdiq bildirən modal sözdür. Bu xəbər məni də bağlayıcıdır. Götürmədik. Görünür, güman şübhə bildirən modal sözdür. Ona görə də bağlayıcıdır. Daha isə ədatdır. Yəni ədat və modal söz olduğu üçün 4-ə götürdük. Deməli oldu 2, 4. 51. Hansı cümlələrdə həm modal söz, həm də ədat işlənmişdir? Orxan fikirləşdi. Yəqin adamları inandırmaq o qədər asan deyil. Yəqin güman şübhə bildirən modal sözdür. Burada ədat yoxdur. Hacı düşünürdü ki, görəsən güman şübhə bildirən modal söz, axı qüvvətləndirici ədat 2-ni götürdük. Görünür, güman şübhə bildirən modal sözdür. 3-ün qoşmadır. 3-ü götürmədik. Siz buralısınızmı? Sual ədatıdır. Nəhayət nəticə ümumiləşdirmə bildirən modal sözdür. 4-ə götürdük. Oldu 2, 4. Hansı cümlələrdə həm modal söz, həm də ədat işlənmişdir? Durğu işarələri buraxılmışdır. Nəhayət texnik ilə Həqiqət xanım eyni qərara gəldilər. Burada nəhayət nəticə bildirən modal sözdür. Texnik və Həqiqət xanım bu isə
bağlayıcıdır. Bizə modal sözü ədat istədiyi üçün götürmürük. Axırıncı sözləri xatırlayaraq fikirləşdim. Görəsən modal sözdür, doğrudanmı ədatdır? Onların günahı yox idi, 2-ni götürdük. Şübhəsiz ki, modal sözdür. Azad bu sözləri eşidəndə deyəcəkdi, axı ədatdır, 3-ü də götürdük. Onun sözləri ürəyimə lap ədatdır, bir təhər elədi. Deməli, nəticə bildirən modal sözdür, 4-ə götürdük. Əlbəttə modal sözdür, bizimkilər də bağlayıcıdır. İşraf bağlayıcıdır. Deməli, variantımız 2, 3, 4. 53-ə baxırıq. Əminlik bildirən modal söz və bağlayıcı işləmiş cümlələr hansılardır? Deyilənə görə xan qızı cavanlıqda lap gözəlmiş, lap ədatdır. Deyilənə görə də fikrin mənbəyini bildirən ara sözdür. Deməli, 1 deyil. Düzü təsdiq bildirən modal sözdür. Babam sağalmadı, lakin qarşılaşdırma bağlayıcıdır. Mən yenə də bağlayıcıdır. Modal söz bağlayıcı 2-ni götürdük. Doğrusu təsdiq bildirən modal sözdür. Qız yetər susdu, amma bağlayıcıdır. Modal söz və bağlayıcı istəyirsə 3-ü də götürürük. Modal söz və bağlayıcı. Əminlik bildirən modal sözdür. Nəhayət bir axşam alaçıqlar və komalar sökülürdü. Nəticə bildirən modal sözdür və bağlayıcıdır. Deməli, 4-ü götürmədik. Çünki burada nəhayət nəticə bildirən modal sözdür. Bizin isə əminlik istəyir. Buna görə də düzü və doğrusu olan 2, 3. 54-ə baxırıq. Əminlik bildirən modal söz və bağlayıcı işləmiş cümlələr hansılardır? Doğrusu əminlik bildirən modal sözü onu inandırmaq çətin olacaq, amma qarşılaşdırma məzmunlu bağlayıcıdır. Biri götürdük. Doğrudan əminlik bildirən modal sözü lap isə ədatdır deyə götürmədik. Görürsənmi ədatdır? Demək, nəticə bildirən modal sözdür. Təkcə sən deyilsən. Demək, işləyən tələbə təkcə sən deyilsən. Ədatdır. Götürmədik. Düzü, əminlik bildirən modal sözü. Mən kənar adamam, ancaq qarşılaşdırma bağlayıcısıdır. 4-ü də götürdük, oldu 1, 4. 55-ə baxırıq. Çay çaya qovuşmaz, sular daşmasa, ulduzun ulduzla ünsiyyəti var. Göydə buludlar da qoşalaşmasa, nə ildırım çaxar, nə yağış yağar. Deməli, köməkçi hissələrindən birgəlik vasitə bildirən qoşma işlənir. İştirak bağlayıcısı işlənib, göydə buludlar da, bu doğrudur. Mənanı qüvvətləndirən söz deyəndə nəzərə tutulur ədatı. Amma biz burada ədat görmədiyimiz üçün yanlışdır. İnkarlıq bağlayıcısı nə? Yağış yağar, nə ildırım çaxar, nə yağış yağar. Deməli, 3 doğrudur. Fikri münasibət bildirən söz, modal sözdür ki, burada da işlənməyib, yanlışdır. Deməli, götürəcəyik 1 və 3. 56-cı testə baxırıq. Nümunədə işlənmiş köməkçi hissələri ilə bağlı səhv fikirləri müəyyən edin. Dəniz olmaq istəyirəm ayana, öz sinəmi göylər üçün açaram. Yox ay bala, anan qurban boyuna, dəniz olsan səni necə qucaram. Nümunədə ardıcıl olaraq nida, öz sinəmi göylər üçün qoşma, yox ədat, ay nida, anan qurban boyuna, dəniz olsan səni necə qucaram. Necə burada sual əvəzliyidir. Yəni, ədat işlənmişdir, yanlışdır. Əsas hissələrlə amonimli olan sözlər işlənmişdir. Məsələn, ay isimlə amonimdir. 2 düzdür. Birinci misrada çağırış nidası var. Ay çağırış nidası doğrudur. Nümunədə səbəb məqsəd mənası bildirən köməkçi hissəsi işlənmişdir. Göylər üçün, bu da doğrudur. Nümunədə sual ədatı işlənmişdir. Bu isə yanlışdır. Çünki necə sual əvəzi. Deməli, yanlış variantlar 1, 5. 57-yə baxırıq. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Necə demişdin, elə də olacaq. Burada sual əvəzidir. Sual əvəzidir. Funksiyasını itirib, bağlayıcı söz funksiyasına işlənib. Bu heykəl necə də əzəmətlidir. Burada isə qüvvətləndirici ədatdır. İndi seçirik.
Deməli, yalnız qrammatik məniyə malikdir. Bunu götürəcəyik ikinciyə, çünki qüvvətləndirici ədaddır. Bərabər hüquqlu sözləri bir-birinə bağlayır. Bu bağlayıcıdır, heç hara götürmürük. Leksik mənası var, sual əvəzliyinə götürürük. Cümlə üzvü deyil deyirsə, biz bunu götürəcəyik qüvvətləndirici ədata. Bağlayıcı söz vəzifəsinə işlənir, bu isə sual əvəzliyinə götürəcəyik. Deməli, 1C-yi 2A deyil. 58. Cümlələrdə fərqləndirmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Necə də istedadlı gənclərimiz var. Burada qüvvətləndirici ədaddır. Sənə necə iş lazım olduğunu biz də bilirik. Burada isə sual əvəzidir. Deməli, baxırıq. Köməkçi nitq hissəsidir deyirsə, götürəcəyik 1-ə. Cümlənin emosionallığını artırır. Cümlənin təsir gücünü, emosionallığı artıran köməkçinin hissəsi ədaddır. Bunu da 1-ə götürürük. Leksik mənası var. Bunu 2-yə əlavə edirik. Cümlə üzvləri arasında əlaqə yaradan köməkçinin hissəsi bağlayıcıdır. Burada bağlayıcı yoxdur. Cümlə arasında əlaqə yaradan bağlayıcıdır. Yenə burada yoxdur. Deməli, götürəcəyik 1AB, 2C. 59-a baxırıq. Fərqləndirilmiş sözlərin vəzifəsinə əsasən uyğunluğunu müəyyən edin. Demək, ədad seçəcəyik, bir də bağlayıcı seçəcəyik. Arif, sözünü de də, nə gözləyirsən? Buradakı də ədaddır. Səsküylü otaqda bayırdan bir fit səsküylü otaqda bayırdan bir fit səsi də eşidildi. Də burada iştirak bağlayıcısıdır. Yazdığım məktubları da özü ilə aparmışdı. Burada da iştirak bağlayıcısıdır. Gördüklərini danış da. Burada isə cümlənin təsir gücünü artırdığı üçün ədaddır. Nəğmə oxuyur, gül də çiçəkdə. Burada isə bağlayıcıdır. Deməli, 1AD, 2BC. 60-a baxırıq. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Xoşbəxt o adamdır ki, sərvətə ehtiyacı yoxdur. Burada bağlayıcıdır. Qəlb ki var, şüşədir, sındırma, yamamaq olmaz. Burada isə qüvvətləndirici ədaddır. Deməli, fikrin təsirli ifadə olunmasına kömək edir. Ədata yazırıq. Özündən sonra vergül qoyulur. Bağlayıcıya yazırıq. Ədaddır. İkinciyə yazırıq. Cümlə arasında əlaqə yaratmağa kömək edir. Bunu yazacaq biz bağlayıcıya. Cümlədən çıxarılsa emosionallıq azalar. Bu isə ədata dair hökm olduğu üçün bunu yazırıq ədata. Deməli, 1-ə B-dir, 2-yə A-C-Y. 61-ə baxırıq. Malını da, canını da bu yolda qurban verməyə hazır idi. Burada da iştirak bağlayıcısıdır. Malını yeməyinin malını yeyərlər də. Burada isə ədaddır. Fikrin təsiri ifadə olmasına kömək edir. Bunu yazırıq ədata. Cümlə üzrə arasında əlaqə yaradır. Bağlayıcıdır. Cümlədə sözləri qoşularaq məna çaları yaradır. Bu qoşmaya aiddir. Götürmürük. Ədaddır. Götürəcəyik bunu ikinciyə. Bağlayıcıdır. Götürəcəyik birinciyə. Yəni 1B-yi 2A-dir. 62-yə baxırıq. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Dost ilə çörək kəs, alış-veriş eləmə. Burada ilə qoşmadır. Qurd ilə qoyunun dostluğu tutmaz. Qurd və qoyunun dostluğu tutmaz. Burada isə bağlayıcıdır. Birləşdirmə vəzifəsində işlənib, bunu bağlayıcıya yazırıq. Cümlədə sözə qoşub məna çaları yaradan qoşmadır. Bunu 1-ə yazırıq. Qoşmadır. Birinci ilə adı xalda olan sözə qoşulub birgəlik mənası bildirir. Bunu yazacaq biz. Adı xalda olan sözə qoşulub birgəlik mənası bildirir. Dost ilə çörək kəs birgəlik mənası bunu bildirir. 1-ə yazırıq. Fikrin təsiri ifadə olmasına kömək edir. Bu ədata aid olan fikirdir. Burada da ədat yoxdur. Deməli 1-ə yazacaq B, C, D, 2 isə A. 63-ə baxırıq. Qoşma və bağlayıcıya aid nümunələr verilmişdir. Biz onları seçməliyik. Dəmir qələm ilə dəftərini çantasına qoydu. Dəmir qələm və dəftərini çantasına qoydu. Bu götürəcək bağlayıcıya. Xoş sözlə ilanı yuvasından çıxarmaq olar. Xoş söz ilə demək vasitə bildirən qoşmadır. Səlimə nənə bizi isti təndir çörəyi və pendirə qonaq etdi. Burada bağlayıcıdır. İgid ləqəbi ilə tanınır. Burada qoşmadır.
Qonaq ehtiramla başını yuxarı qaldırıb sözə başladı. Nə tərzdə? Burada zərf üzərindən leksiv şəkilçidir. Deməli, götürəcək 1-ə B-D, 2-yə A-C. 64-ə baxırıq. Öz əli ilə bütün işləri korlamış oldu. Burada qoşmadır. Otağa girməyi və çıxmağı burada isə bağlayıcıdır. Cümlədə sözə qoşulub məna çaları yaradır. Bu qoşmaya aiddir. Birləşdirmə funksiyasını yerinə yetirir. Bağlayıcıya aiddir. İşləndiyi cümlədə emosionallıq yaradır. Bu ümumiyyətlə ədata aid olan fikirdir. İxtisar forması la sözləri biçik yazıla bilər. Bu həm bağlayıcıya, həm qoşmaya aiddir. Fikrin təsiri ifadə olunmasına kömək edir. Bu isə ədata aid olan fikirdir. Demək götürəcək 1A, 2B, 3D. 65-ə baxırıq. Köməkçi inksiyələrini seçəcəyik. Madam ki, götürdük şərt bağlayıcısı. Məsləhətə qulaq asmırsan, mən səni daha götürəcək qüvvətlendirici ədat. Ancaq qarşılaşdırma bağlayıcısı, hərəkətlərinlə olacaq qoşma, nələri itirdiyini deyəsən, bu da olacaq güman şübhə bildirən modal söz. Nəhayətdə ardıcılığı müəyyən edin deyirsə, birinci götürdük tabellik bağlayıcısı, sonra daha oldu ədat, sonra ancaq oldu tabiisizlik bağlayıcısı, hərəkətlərinlə qoşma və nəticədə ən sonda deyəsən modal söz. 2, 5, 4, 1, 3. Cümlələrdə işlənən köməkçi inksiyələrini nəzərə alaraq ardıcılığı müəyyən edin. Qoy əvvəl hər şeyi etiraf etsin. Deməli burada 66-da qoy əmr ədatıdır. Deməli ədatla başlayırıq. Hamı məşğuldur, yəni bağlayıcıdır 2 ilə. A bala içəri gəl, barda dayanma. A burada nidadır 4 ilə davam edirik. Bir dəstə uşaq yol boyu ili ilə əvəz elədiksə qoşmadır. 1 ilə yekunlaşdırıq. Deməli 3, 2, 4, 1. 67-yə baxırıq. Nümunədə işlənmiş köməkçi inksiyələrin ardıcılığını. Ox nidadır, deməli 4 ilə başladıq. Mən həmişə sən deyən kimi qoşmadım. Yadımda saxlayıram ki, bağlayıcıdır, aydınlaşdırma. Aktyorlara ancaq səhnədə baxılmalı, məhdudlaşdırıcı ədatdır. Deməli 4, 1, 2, 3. 68-ə baxırıq. Köməkçi inksiyələrin ardıcılığını müəyyənləşdirəcəyik. Sanki modal sözdür, bənzətmə bildirən. Bənzətmə müqayisə bildirən, yoxsullarla qoşmadır, qoşma ilə davam edirik. Yaşamaq olmaz, altınsız üzüksüz olsa yaxşıdır, fəqət qarşılaşdırma bağlayıcısıdır. Qiyamət olmaz ki, bu isə ədatdır. 4, 1, 2, 3. 69-a baxırıq. Ox burada nidadır, deməli 4 ilə başlayırıq. Sən, səadətini tanrım qədər qoşmadır. Sevdiyim bu xalq bircə səni, yalnız səni məhdudlaşdırıcı ədatdır. D isə iştirak bağlayıcısıdır. Deməli 4, 1, 3, 2. İşarələnmiş sözlərin hansı inksiyası olmasına görə işləmə ardıcılığını müəyyənləşdirin. Kimi susur, kimi danışır. Burada kimi qeyri-müəyyən əvəzi idi. Bu iş ancaq sən bacararsan, yalnız sən bacararsan. Burada götürəcək bunu məhdudlaşdırıcı ədat kimi. Çox gözlədiyi ancaq qarşılaşdırma bağlayıcısıdır. Ovçu görmüş maral kimi, bu isə qoşmadır. Ardıcılığa gələndə isə götürəcək biz bunu 1, 3, 4, 2. Yetmiş birə baxırıq. Altından xətt çəkilmiş sözlərin hansı inksiyasına aid olduğunu işləmə ardıcılığına görə müəyyənləşdirin. Kimi yazır, kimi oxuyur, bu əvəzlikdir. Cəmlə riyaziyyatı da çox sevirdi, iştirak bağlayıcısıdır. Bacım telefonla danışırdı, la burada qoşmadır. Ata bu barədə hətta düşünməmişdi, bu isə qüvvətləndirici ədatdır. Yəni 1, 4, 2, 3. 72-yə baxırıq. Cümlələrdə işlənən köməkçi nitq hissələrinin işlənmə ardıcılığını müəyyənləşdirəcəyik. Orxan qarşı tərəfə keçmək istəyən yaşlı qadına da, qarşı burada sifətdir, yaşlı qadına da bağlayıcıdır. Deməli 2 ilə başladıq. Söylədiklərimi Raufdan qeyri fərqlənmə məzmunu bildirən qoşmadır. Bahar hər şeyi görünür, güman şübhə bildirən modaldır. Sən belə onun böyük səylə çalışdığına inanırdım. Belə isə burada qüvvətləndirici ədatdır. Yəni
Götürəcəyik 2, 1, 4, 3. 73-ə baxırıq. Pəncərədən baxanda qarşı tərəfdə əzəmətli Kür çayı da aydın görünürdü. Yenə ardıcıllıq tapacaq. Kür çayı da iştirak bağlayıcısıdır. Adam özündən böyüklə belə danışmaz. %73-ə baxırıq. Yenə də köməkçi hissələrin ardıcıllığını müəyyənləşdirəcəyik. Pəncərədən baxanda qarşı tərəfdə əzəmətli Kür çayı da aydın görünürdü. Da burada bağlayıcıdır. 2 ilə başladıq. Adam özündən böyüklə burada qoşmadır. 1 ilə davam edirik. Hər şeyi bəlkə də güman şübhə bildirən modal sözdür. 4 ilə davam edirik. Elə bu anda toyxanadan başqa musiqi səsi ucaldı. Elə isə olacaq ədat, yəni nəticədə 2, 1, 4, 3. Bura qədər yoldaşlar, kanala abunə olmağı və bəyənməyi unutmayın.